Və qonaq qəbul etməyin də qardaşlar ədəbləri var. Yəni şəriətdə hər şeyin ədəbləri olduğu kimi qonaq qəbul etməyin də xüsusi ədəbləri var. Və bunun əslini Allah Subhanahu taala izah eləyir. Zariyat surəsi 26-27-ci ayələrdə. Hansı ki İbrahim əleyhissalama qonaq gələndə Allah Taala bu barədə xəbər verir ki: "Farağa ilə əhlihi fəcəə bi'iclin səmin." Və o İbrahim qorxu içində ailəsinin yanına getdi və bir kök buzovla qayıtdı. "Fəqarrabahu ileyhim qala ələ təkulun." Ya Allah, fikir verin indi buradan elm əhli baxın necə incəliklə faydalar çıxardıblar. Bunlar zikr edəcək inşallah. Və elə ki qayıdır İbrahim əleyhissalam qonaqlara ikram eləməyə, əlində yeməklə, fəqarrabahu ileyhim. O yeməyi onlara yaxınlaşdırır. Və sonra deyir ki, ələ təkulun, yemirsinizmi? Və bu da fikir versək bu ayəyə, elm əhli bu barədə deyir ki, bu ayə qonaq qəbul etməyin ədəblərini özündə cəm eləyib. Sadəcə 2 ayə qardaşlar. Elə ki İbrahim onların hiss etmədiyi bir şəkildə surətlə o yeməyi gətirdi. Və fikir versək, əvvəlcə soruşmadı ki, yemək yeyirsiniz yoxsa yox. Həqiqətən bu İslamın ədəblərindəndir qardaşlar. Qonaq gəldisə, siz soruşmayın ondan. Acsınız qardaş. Yəni toxsuz, acsınız, yemək istəyirsiniz, yemək hazırlayın. Bunu soruşmayın qardaşlar. İslamın gözəl ədəblərindəndir ki, baxın İbrahim əleyhissalam demədi ki, acsınız yoxsa yox. Yeməyi gətirdi. Və bu birinci məsələ. Və həmçinin İbn Qayyim rahimehullahın gözəl bir zikr etdiyi bir məsələ var. İbn Qayyim buyurur ki, evinə misafir daxil oldusa soruşma ondan, yeyirsən yoxsa yox. Gətir qoy qabağına. Yesə yeyəcək, yeməsə tərk edəcək. Götürərsən. Və bu birinci məsələ. Yəni qonaqdan soruşma. Ola bilsin ki o utanır. Ola bilsin ki o ac olduğu halda imtina edə bilər. Və sən onu bilməyəsən. Ona görə soruşmaq lazım deyil. Əgər güc çatırsa, imkan varsa təqdim elə. Və fikir versək, ayədə Allah Taala buyurur ki, fəqarrabahu ileyhi. Yeməyi İbrahim onlara yaxınlaşdırdı. Görün elm əhli necə fayda çıxartdı. Deyir ki, yeməyi uzağa qoyub yaxınlaşın demədi. Subhanallah. Subhanallah. Həqiqətən bu ədəbləri insanlar həyatında tətbiq etsə vallahi, yəni fikir verin İbrahim əleyhissalam fəqarrab yeməyi onlara yaxınlaşdırır. Bəzən görsən ki, qonaq gələndə çoxumuz belə şeylərə fikir vermirik. Süfrəni açırıq, yeməyi süfrənin ortasına qoyuruq. Buyurun qardaşlar, və ya da buyurun kimsə. Əslində bu İslamın ən gözəl ədəblərindəndir ki, qardaşlar. O yeməyi cəmaata yaxınlaşdırırsan. Yəni evinə qonaq gəlibsə, sən yeməyi stolun üstünə qoyub ona demək ki, yaxınlaş. Ola bilsin ki, o sözü ona əziyyət veriblər. Subhanallah. Sən o yeməyi ona yaxınlaşdır. Əsl ikram da budur. Subhanallah. Bəli. Və İbrahim əleyhissalam fikir verin ayənin sonunda nə deyir? Və deyir ki, qalə ələ təkulun. Yemirsinizmi? Və İbn Kəsir rahimehullah bu ayənin təfsirində deyir ki, eşidənə ağır gələcək əmir formasında demədi. Əmir formasında demədi İbrahim əleyhissalam. Niyə yemirsiniz? Nə olub, az deyilsiniz? Xeyr. Sanki bunu təklif formasında dedi. Yumuşaqlıqla. Yemirsinizmi? Fikir verin. Bu da ədəblərdəndir. Və xülasə olaraq bəzi qonaq qəbul etmə və ya da ziyafət ədəblərini qeyd edək və bununla yekunlaşdıraq inşallah. Onlardan birincisi qardaşlar, qonağı gözəl şəkildə qarşılamaq və üzdə təbəssümün olması. Nə qədər ola bilsin ki, sənin problemlərin ola bilər, ola bilsin ki, özün yəni insanlıq halıdır, başqa şeylər ola bilər, əziyyət verici. Hər bir halda qonaq gəldisə, çalışmaq lazımdır ki, üzdə təbəssüm olsun. Üzdə təbəssüm olsun. Çünki qonaq gələn insan o üzdə təbəssüm olmayanda o onu istər-istəməz hiss eləyir və çəkinir. Və ikincisi, yemək hazırlamaq və təqdim etməkdə tələsmək. Yemək hazırlamaq və təqdim etməkdə tələsmək. Yəni bəzən görürsən ki, buna laqeyd yanaşanda artıq qonaq gələn insanın öz-özünə zənni yaranır. Yəni görürsən bu gecikmədə yəni nə ola bilər? Ona görə bu şeylərə macal verməmək lazımdır. Çalışmaq lazımdır ki, ən sürətli şəkildə yeməyi hazırlayıb ona təqdim eləyəsən. Və üçüncü məsələ, israf etmədən əlində olanın yaxşısından vermək. İbrahim əleyhissalam neynədir? İbrahim əleyhissalam kök bir buzov gətirdi. Kök bir buzov gətirdi. Təsəvvürün özündə olanın ən yaxşısını gətirdi, qonaqlarına təqdim elədi. İsraf etmədən lakin, alimlər şərt qoyur ki, israf etmə. Yəni sən heç kim məcbur eləmir ki, məsələn, əlində, həmçinin buna daxildir özünü çətinə salmamaq şəkildə, yəni salmayacaq şəkildə artıq yükləməməklə. Yəni məsələn, qonaq gəlir, adam gedir, borc alır, hansı ki imkanı zəifdir, borc alır ki, get falan yeməkləri al, bahalı yeməklər, hansı ki bu imkanı yoxdur bunun. Və bu qonaq gedəndən sonra onun üçün əziyyət olacaq bu. Yəni belə şeylərdən çəkinmək lazımdır. Bunu edərkən evində nə varsa təqdim elə, evində nə varsa təqdim elə, israfa yol vermədən və özünü çətinə salmadan. Və həmçinin mühüm məsələlərdən və sonuncusundan biri də odur ki, evi qonaq qəbul etmək üçün hazırlamaq. Evi qonaq qəbul etmək üçün hazırlamaq.
Bəzən görürsünüz ki, yəni qonaq getdiyin evdə ola bilsin ki, yəni çirkli ola bilər, evin səliqəsiz ola bilər, töküntü ola bilər və ya toz ola bilər. Yəni belə şeylərə fikir vermək lazımdır. Belə şeylərə fikir vermək. Çünki sən nə qədər buna ehtimam edərsənsə, baxın, bu niyə görədir? Onun şəninə görə yox. Onun şəninə görə də ola bilər. Çünki müsəlman da elhamdülillah. Müsəlmanlar insanlar içərisində ən şərəfli məxluqlardır. Ən şərəfli insanlardır müsəlmanlar. Elhamdülillah. Və həmçinin bunu edərək sən ona bu cür hörmət qoyaraq Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisinə muvafiq olmuş olursan. Bu hədisini gerçəkləşdirmiş olursan ki, وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ. Kim Allah'a və axirət günə iman gətirirsə, neynəsin? Qonağına ikram etsin. Və bu da qonağa ikramdandır, qardaşlar. Öncədən bilirsən ki, evinə qonaq gələcək, hazırlıq görmək, yemək içməkdə və evin təmizliyində və s. Və doğrusunu Allah bilir.